bu xəstəlik davam edir. Bunun nədən əmələ gəlir? Bu ana bətindəmi, sonradan mı, qidadan mı, havadan mı? Nədəndir bu? Bunu biz bilmək istəyirik. Юсифа ханым, она хочет узнать, от чего это аутизм? Почему так многие дети страдают от аутизма? Xanım müəllimənin sualını cavablandırsın, Юсифа ханым. Ханум задает интересный вопрос, на который нет общего ответа. Вот я не знаю, следите ли вы там за иностранными новостями, мы-то следим все время. Так вот, президент Трамп, когда его выбрали, он заявил, что одна из его задач – это найти причину аутизма. То есть почему сейчас столько детей рождаются вот с этими проблемами. И он делает там какие-то шаги для того, чтобы найти, обнаружить. Но, в общем, пока что результаты я не видела. Продолжайте, пожалуйста. Нет, дамы. Генетики тут меньше всего, к сожалению. Да. Если бы это была генетика, то, я думаю, в таких количествах это бы не было. Yusifa xanım söylüyor ki, ümumiyyətlə genetikanın bu məsələlərə aidiyyatı yoxdur. Əgər genetika olmuş olsaydı burada, genetika bir rol oynamış olsaydı, artıq çoxdan onun səbəbləri tapılmış olardı. Yəni genetikanın buna heç bir aidiyyatı yoxdur. Очень много, вот смотрите, по нашему опыту, у нас, конечно, статистика не мировая, только наша конкретная, то есть сколько там, ну, 1000 детей, да. Вот то, что мы видим, основное это родовые травмы, это гипоксия во время беременности, то есть у мамы какие-то проблемы во время беременности, это различные инфекции дают осложнения. То есть для каждого случая всегда есть конкретное объяснение, и в 90% случаев это легко прямо прослеживается. То есть, скажем, если приходят родители и приносят выписку из роддома, да, и там стоит у ребенка величина Апгар, скажем, 6, то все понятно, была родовая травма, да, то есть ребенок пострадал при родах, и потом у него уже началось нарушение развития. Yusifa xanım söylüyor ki, əziz tamaşaçılarımız, məsələn biz dünya statistikasından deyil, öz təcrübəmizə sığınaraq, öz təcrübəmizdən özümüzün hazırladığımız statistika üzərindən danışırıq. Məsələn, deyək ki, 1000 uşaq içərisində özümüzün müalicəsini, müayinəsini apardığımız uşaqlar içərisində apardığımız statistik nəticə budur ki, bir neçə səbəb ortaya çıxartmışıq. Birinci səbəb odur ki, ana doğuşda, deməli, uşaq doğuşda hansısa bir travmanı alır. Birinci səbəb budur. Hamiləlik dövründə, ikinci səbəb, hamiləlik dövründə ana hansısa virus infeksiyasına yoluxmuş bir anadır ki, daha sonradan bu özünü uşaqda göstərir. Və üçüncü bir səbəb kimi göstərə bilərik ki, ana, daha doğrusu uşaq doğularkən hipoksiya, oksigen çatışmamazlığında, oksigen çatışmamazlığından əziyyət çəkir. Məsələn, deyir, uşağın doğum evindən alınan arayışa biz baxdıqda, deyək ki, autizm simptomlarını özündə daşıyan bir uşaqda, biz baxdıqda artıq görürük ki, hansı əlamətləri uşaq özündə daşıyıb. Bu əlamətləri daşıyıbsa, artıq 90% demək olar ki, biz səbəbi bunda görürük, yəni bunda axtarırıq səbəbi. Собственно, я бы спросила по-другому, почему такое количество здоровых, в общем-то, матерей рождают детей с гипоксией? Mən deyir, növbəti bir sualı vermək istəyirəm ki, niyə sağlam analarda, doğulan uşaqlarda bax bu oksigen çatışmamazlığı baş verir?